Salam dostlar, hər birinizi salamlayıram kanalımda. Hər vaxtınız xeyir olsun. Kim mənim bu videoma rastlaşdırsa, deməli boş yerə deyil. Siz nəyisə eşitməlisiniz, nəyisə bilməlisiniz. Kainat sizə nəyisə demək istəyir. Ona görə də tercih edərdim sizə dayanıb qulaq asasınız, baxasınız. En azından maraq üçün. İnanmasaz belə. İstəyirəm belə bir açım edim sizə bugün. Mənə nə mane olur? Hansısa məqsədimə çatmaq üçün, hansısa arzuma çatmaq üçün mənə nə mane olur? İli kim mane olur? Nələri dəyişməlisiniz öz üzərinizdə və yaxud da həyatınızda? Gəlin belə bir sualına sizə dostlar açım edim. 3 variant qoyacağım həmişəki kimi. Bu arada abunə olun. Mən düzdür tez-tez çəkim eləmirəm, vaxtım olmur deyə, amma çalışacağım çox olsun çəkilişlərim. Və izləmədə qalmaq istəyirsinizsə, izləmək istəyirsinizsə kanalıma abunə olun, klasslar verin, fikirlərinizi bildirin. Xoş olar. 3 variant olacaq. Mənə nə mane olur? 1, 2, 3. Deməli, birinci sual belə olsun ki, probleminiz nədir? Nə mane olur və nə etməlisiniz? Birə belə bir bayquş qoyacağım, sizə rahat olsun deyə seçim eləmək. 2-yə belə bir pişiyi qoyacağım. 3'e də belə bir sneqavika qoyacağım. Hamısı əl işləridir dostlar. Energetik də olur, düzəlir. İstəsəz, onu bilənlər bilir. Maraqlana bilərsiniz girib internetə. Mən birinci variantdan başlayıram. İstəsəz 3 variantın 3'ünü də tuta bilərsiniz. Başqa bir insanların da yerinə tuta bilərsiniz maraq üçün. Və mən birinci variantdan başlayıram. Deməli, problem, mane nə olur sizə? Bax, sizdə bir çoxunuz çox qısqanc insansınız. Çox qısqanc insansınız və məsələn problem nədir və daha çox burada belə qusursuz, güdürsüz kimisə həyatınızdakı insan da ola bilər və bundan əlavə də bəzilərinizdə, bax, diqqətlə qulaq asın. Bəzilərinizdə əgər hər hansısa biriniz nəyisə gizli bir iş tutmaq istəyirsinizsə, nəsə bax, hətta nəyisə götürmək belə ola bilər. Nəyisə gizlindən götürmək belə ola bilər. Mən onu ayrı cür adlandırmıram. Mədən sürətdə deyirəm də belə. Nəyisə götürmək fikriniz ola bilər gizlindən. Nəsə eləmək fikriniz olar. Və bu səhv olacaq. Özü uçuruma düşür. Uçuruma ayağını qaldırıb da ucu atacaq və düşəcək ora. Baxın. Eləməyin bunu. İşləyirsiniz, nəsə bir fikriniz varsa, bəzilərinizdə qısqanclıqdan ola bilər, bəzilərinizdə real hansısa məqsədə görə hansısa bir addım atarsınız da, səhv olar. Səhv olar. Nə eləməlisiniz? Əgər sizə kimsə bir məsləhət verirsə, nəsə bir və yaxud da məsləhətə qulaq asın. Ondan əlavə də nəsə eləmək bir fikriniz varsa, bir neçə nəfərlə bir yerdə eləyin. Yəni tək nəsə eləməyin. Nə məsləhətə qulaq asmalısınız, nə də ki tək nəsə eləməməlisiniz. Şaşırsınız özünüz. Nəsə eləmək istəyirsinizsə məsləhətlə edin, belə deyim sizə dostlar. Yaxşı. Deməli, birinci variant belə. İkinci variant. Sizə də burada bəzi yalanlar danışırsınız. Məqsədə çatmaq üçündür bu.
Məqsədə çatmaq üçün də bu. Bir çoxunuz burada sevgi üç bucağındasınız. İkinci variant. Sizi sevirlər, düzdür. Sizə daha çox sevgi var burada. Sizi seçərlər. Və yaxud da siz kimsə seçmək istəyirsinizsə, sevgini seçəcəksiniz. Hisslərlə, ağılla yox, hisslərlə seçim eləyəsiniz. Bir çoxunuz görürəm. Və bu səhv də ola bilər. Səhv də ola bilər. Maneə nədir burada? Daha çox hisslərlə seçim eləyirsiniz də. Əgər maddiyyat probleminiz varsa, nəsə hədəflənirsiniz də, hədəfiniz varsa, oxumaqla əlaqəli olsun və yaxud da nəyisə əldə eləməklə əlaqəli olsun, maddiyyat deyil. Siz hisslər sizə mane olur. Hisslər arxa plana qoyun, hisslər arxa plana qoyulur və seçim eləyəsi olursunuz. Seçim qarşısındadır bir çoxu. Ağılla seçim eləməlisiniz. Hisslərlə yox, hisslərdir burada sizə mane olan biraz. İkinci variant. Üçüncü variant. Sneqaviki seçənlər. Deməli. Burada burada daha çox belə deyim də, belə stabil vəziyyətdir, stabil gedir hər şey və siz nələrsə eləmirsiniz. Bəlkə də elə vəziyyətinizdə durursunuz da, yəni nələrsə sizi bəlkə qane eləyir. Amma problem nədir burada? Siz burada impulsivnisiniz. İki fikirli olursunuz, iki ağılda olursunuz. Belə çox belə kolebaniyalarınız, belə tərəzi necə belə oynayır. Bunu eləsən belə olur, bunu eləsən belə olur. Tez nervlənirsiniz, tez əsəbləşirsiniz. Tez qərar bəzi şeylərdə biraz impulsivnisiniz deyək də, başa düşürsünüzmü? Birincisi biraz səbirli oluruq və qərar verməkdə belə olmayın. Nə istədiyinizi bilirsiniz, soyuqqanlı olaraq qərar verin və addım atın. Əgər hər hansısa bir hədəfiniz varsa, əlbəttə ki. Yaxşımı? Bax, problem budur burada. Özünüzü tarazlıqda saxlamalısınız. Üçüncü variant. Bu qədər dostlar. Yenə çalışıb açımlar edəcəm. Kanalımı izləyin. 2 kanalım var. Bir kanal təzə açmışam. Orada bölüşmüşəm. Bəzi videoların altına xahiş edirəm. Abunə olun. Çox maraqlı olacaq. Maraqlı çəkimlər edəcəm və hətta ola bilsin taro ilə maraqlananlara taro dərsləri də keçdim. Düzdür, dərindən olmayacaq. Dərindən maraqlananlar müraciət eləyər onlara. Öyrədərəm ödənişlə. Çünki burada təkcə şəkil yox, burada bütün fon belə, rənglər belə, hər xırdalıqlar belə məna daşıyır və hər kolodanın öz mənası var, öz istoriyası var. Bax belə dostlar, bu qədər. Çox sağ olun.